Salam əziz soydaşlar. Cənub Saatı Mübariz Əhmədoğlu ilə verilişinin növbəti səhifəsindəyik. Bugün İsrailin ölümünün Azərbaycanın üzərinə qoyulması məsələsi aktuallığa minir İranda. Ona görə bugün daha çox rəisinin ölümü ilə əlaqəli məsələlərdən danışacağıq. Sadəcə insan ölümü, prezident ölümü deyil. Rəisi bir neçə prizmadan fundamentallıq yaratmış şəxsiyyətdir. O cümlədən İranla, İranın qonşuları ilə İran arasında münasibətlərə əl gəzdirən və bu kontekstdə Azərbaycanla xüsusi münasibətlər sistemi təqdim edə bilən adam idi. Çox təəssüf ki, tez dünyasını dəyişdi. Allah onu rəhmət eləsin. İbrahim rəisinin şəhidliyi, vəfat etməsi və bunun Azərbaycanla əlaqələndirilməsi məsələsi. Əvvəla rəisi özü bilmədən bizim İran və Azərbaycanın ümumi tarixində İran tərəfdən problemləşdirilən məsələyə toxundu. Bu, Araz hidro qovşaqlarının açılması məsələsi idi. Araz hidro qovşaqlarının Azərbaycan tərəfdən açılması, aktuallaşdırması sırf ümumi Azərbaycan kontekstində məsələdir. Yəni təkcə biz Azərbaycanlılara, şimalda yaşayan Azərbaycanlılara deyil, o cümlə cənubda yaşayan. Yəni indi bugün bizim deyək ki, üzümüz sizədir. Bizim sözümüzün ünvanı sizə doğrudur. İranın nöqteyi nəzərincə bu olmamalıydı. Azərbaycanlılar İslam inqilabı gələn ərəfədə köçürüldü. Yaşadıqları yerlərdən İranın ətrafına bir neçə adını çəkmişəm. İslami şəhər və digər 4-5 belə şəhər var və davamı etməliydi. Ona görə Azərbaycanlılara Araz çayından burada suyun verilməsi İran İslam inqilabının Azərbaycanlılara qarşı negativ düşmənçilik siyasətini pozan hal idi. Bu baş tutmamalıydı. O dövrdən 50 il sadəcə İranın başı çox şeyə qarışıb, bunu reallaşdıra bilmədi. Bir neçə dəfə biz adını çəkmişik o məsələnin, İranda da etiraz eləməyiblər. Görünür, o mövzunu söhbət apardığımız adamlar o işin Araz hidro qovşağının kökünün nə yerdə olduğundan xəbəri olmayıb. O cümlədən biri də xəbəri olmayanlardan biri də rəisi idi. Rəisinin həm də xəbəri yox idi ki, ondan qabaqçı prezidentlərin dövründə İran İslam Respublikası Ermənistana Mehriz su elektrik stansiyasını tikdi verdi. Daha doğrusu tikmək istədi. 300 milyon dollar. Ermənistan biraz yubatdı, sonra 330 milyon dollar. ABŞ-ın banklara qarşı sanksiyası fəaliyyət göstərdi. İran hətta dolları 330 milyon dollar kisə ilə daşımağa vəd verdi. Amma sərhəddə Rus əskəri dayandığına görə kisə ilə dolları daşıya bilmədi. Demək, bank hesabı ilə Amerika qoymadı. Amerikanın sanksiyası. Bizə görə yox, ümumiyyətlə sanksiya tətbiq edilib. Eləcə də Rus əskəri ümumi halda qoruyur deyə pulu keçirdəmədilər. Yəni o da bizə görə deyildi. Ermənistanın o dövrdə maliyyəni bəhanə gətirə bilməzdi. Çünki İran sözün bəhanəsini kəsmişdi. Ermənistanın bəhanəsi elə reallıq edə o idi ki, ondan ibarət oldu ki, Araz çayıdır, ümumiyyətlə çaydır, təbii məsələdir. Bu aşa bilər, bu çay, su bol gələndə çay aşanda demək sərhəddi aşa bilər. Bəndin üstündən su aşa bilər və bu gün Azərbaycanın beynəlxalq aləmdə qanuni hesab edilən ərazisinin çox hissəsini basar. Azərbaycanın əlində legitim əsas yaranır. Əsas yaranır Ermənistandan torpağın işğaldan azad eləməyə. İşləyirsinizmi? İran neynədir? İran Ermənistana o halda, yəni Mehri su bəndinin daşarkən
Azərbaycanın hərbi əməliyyatlara əl atacağı zamanda İran Ermənistanı Azərbaycan Respublikasından silahlı şəkildə müdafiə etməklə bağlı öhdəlik götürdü. Müqavilə imzaladı, müqaviləni də Ermənistana göndərdi. Ermənistan da onu yaydı. Balaca bir. Təsəvvür edirsiniz siz? İran öhdəlik götürüldü. Regionda sülh olsun, qonşuluq olsun, bu şuarlar əvvəldən İranın şuarıdır. O şuarları deyə İran Ermənistana Azərbaycanın Mehri su elektrik stansiyasına hücum edəcəyi təqdirdə öz qoşunu ilə Azərbaycanın qarşısına çıxacağı öhdəliyini götürmüşdü. Yəni görün, Araz hidroqovşaqlarının işə düşməsi nə boyda məsələdir. Çünki Mehri su elektrik stansiyasını tikməkdə Ermənistana yardım edirsə, bir tərəfdən də Ərdəbildə və Şərqi Azərbaycan, o cümlədən Urmiyəndə bir hissədə yaşayan Azərbaycanlıların rahatlığını pozmaq idi. İndi onlar fikir verirsiniz. Mən vaxtaşırı Ərdəbildən, Urmiyədən, Təbrizdən, Araz iqtisadi zona haqqında, müxtəlif kənd təsərrüfatı məsələləri haqqında verilişlər verirlər. Allah saxlasın, Ərdəbildə, şəxsən Parsabadda. Parsabad bütün İranın kənd təsərrüfatı imperiyasıdır. Heç suyun adını çəkmirlər. Elə bir su əvvəldən bunlar demiş. Yox, Heydər Əliyevin, Allah rəhmət eləsin, Heydər Əliyevin hesabınadır. 69-cu ildə hakimiyyətə gəldi, 71-ci ildə o layihələr təsdiq elətirdi. 2 ilə 3 ilə də tikdirdi. Ondan sonra proseslər biraz ayrı istiqamətdə getdi. Və İran, İslam Respublikası, şəxsən İranın indiki rəhbərliyi axıra qədər çalışdı ki, Arazda hidroqovşaq açılmasın, işə düşməsin. Rəisi ona görə öldü. Rəisi ona görə öldürüldü. İndi bizi deyirlər, özləri öldürdülər. Rəisi 2024-cü ilin fevralında çox daxilən belə optimist, xoşgüləş, bizim eldə bir söz var, adam idi, sevinclə, əhali də sevirdi onu. İslam İnqilabının il dönümü günlərində, fevral ayında rəisi İlham Əliyevlə görüşlə bağlı qərar verdi. Hidroqovşaq açılacaqdı. Hava pis olsaydı başqa yerdə də, nisbətən kənar yerə də görüş keçiriləcəkdir. Distansiyon video konferans formatında, video formatda o açılışlar ediləcəkdir. Dayandırdılar rəisinin səfərini. Rəisi yenidən səfərini mart ayına Novruz bayramı ərəfəsinə saldı. Bu da bayramdır. İstəyirdi bu, o rəisi Araz su qovşaqların açılmasını öz xalqı üçün, eli obası üçün bayram bilirdi. O cümlədən bizim üçün də bayram idi. Elə doğrudan da bayram idi. Bunu da dayandırdılar. May ayında rəisiyə Azərbaycana səfərinə heç bir etiraz bildirmədilər. Baxmayaraq ki, İran mətbuatının yazdığına görə onun qardaşı mı, yoxsa yaxınları mı ki, evdə hətta rəisinin evində müzakirə olunub ki, qardaş bəlkə getməyəsən. Sepah heç nə deməyib. Onun özünün təhlükəsizliyi, əlaqə saxlayıb heç nə deməyiblər. Əgər rəisinin səfərində təxribat varsa, ölüm təxribatı. Bu Azərbaycana aid məsələ deyil. Bu oradadır. 3 dəfə səfər təxirə salınıb. Eşidirsinizmi? İndi də rəisi gəldi. İşini gördü. Hidroqovşaqlar açıldı. Rəisi necə söz dedisə, elə ondan da yaxşı biz tərəfdən cavab aldı. O cümlədən Fələstin məsələsi, Qəzza məsələsi ilə də bağlı. Siz qaldırın o arxivi, o çıxışa baxın. İrana xitabən bizim prezidentin dediyi ən yaxşı fikirlər idi. Xüsusən həmin dövrdə aktual olan mövzuları Fələstin, Qəzza məsələsi ilə də bağlı orada fikirlər var idi. Amma uçdu. Uçanda rəisi dünyasını dəyişdi. Helikopter, Amerika mənşəli 3 helikopter qəzaya uğradı. Adam çox idi, vertali helikopterin yaşı çox idi, detalları da zəifləmişdi. Bir yandan da mən həmişə bu sözü demişəm.
Azərşəhərdə radiolokasiya sistemi var idi. Tam gücü ilə işləyirdi. Onun dalğası da helikopterə təsir eləmişdi. Allah rəhmət eləsin, Məhəmməd Hüseyin Bakirini ümumiyyətlə İstintaq Komissiyasına göstəriş verir ki, xarici təsir öyrənilməsin, inkar olunsun. Çünki xarici təsir deyən də helikopterə birinci növbədə Azərşəhərin təsiri idi. Eşidirsinizmi? Yəni, bu kontekstdən məsələyə baxanda İrandan qırağa çıxmır. Amma əlavə çox güclü dəlillər var. Azərbaycana aid deyil. Helikopter qəzaya uğrayıb və qəzadan dərhal sonra Sepahın göstərişi ilə İranın o helikopter bazası ABŞ-dan həmin o helikopterin detalını istəyir. Güya bu detal xarab olub. Bəlkə də elə onunla da məlumat veriblər. Rəisi öldü. Rəisinin ölümündə Amerika maraqlı ola bilərdi. Onu izah eləyəcəm indi sizə. Maraqlıdır ki, qəza olub. Hamının əksəriyyətin danışdığına görə ölüm var. Sadəcə bir-iki nəfər bəlkə də ümumi optimist rəy yazmaqdan ötürü ölüm sözündən danışmırlar. Sepahın göstərişi ilə ABŞ-dan detal gətirdilir. Həmin helikopterin, qəzaya düşən helikopterin. Nə baş verir? ABŞ dərhal nə deyir? Deyir, verirəm detalı. Amma sizin logistikanız ABŞ-ın sanksiyası altındadır. Başqa sanksiya altında olmayan logistika tapın, göndərirəm detalı. Sepah artıq əskik bəyanatlar verir. ABŞ Dövlət Departamenti bəyanat yayır ki, səsizi kəsin. Helikopterin qəzası ilə bağlı nə var açıb tökərəm ortalığa. Sepah doğrudan da səsini kəsir. İranda ümumiyyətlə hamı səsini kəsir. ABŞ Dövlət Departamentinin Azərbaycan bəyanat verməyib, ha. Yəni kim öldürüb, necə öldürüb, nə qaydada öldürüb, niyə görə helikopterə bu qədər adam qalıb, niyə görə rəisi ən yaşlı, ən köhnə helikopterə minib, o vaxta qədər 3 verta helikopterlə gəlmişdi. İkisi MiG-24 idi, Rusiya istehsalı, biri isə 45 yaşlı Amerikan helikopteri idi. Sepah səsini kəsdi, onunla da rəisinin məsələsinə qayıtmadılar. Rəisinin məsələsinə qaydanda yalnız güya rəisi Azərbaycana səfərə gedib, Azərbaycanla sərhəddə səfərə gedib və səfərdən qaydanda danışıq yubanıb, ona görə dünyasını dəyişib və əvvəlcədən də biz İsrailin kəşfiyyat orqanlarında məlumatını çıxardıblar ki, güya İranda əvvəldən məlum olub ki, İsrail hansısa İran rəsmisin ya yüksək sinirli məmurunu öldürəcək. İsrail kəşfiyyatı ilə o vaxt öldürürdü də. Qasım Süleymandan bizə indi bəlli olan, üzlü olanı Qasım Süleyman deyil. Qasım Süleymandan üzü bəri öldürür də. Qabağını ala bilmirsinizmi? İran üçün deyirəm. Yox. Qaldı ki, rəisinin ölümünə İranın daxili işi olduğuna, daxilində formalaşmış məsələ olduğuna ən böyük dəlil rəisinin keçdiyi yoldur. Əvvəlki yolların demirəm. Dindar ailədə olub, o qədər də imkanlı olmayıb, ali rəhbər o vaxt məşəddə işləyəndə onun belə deyək də himayəsinin altında olub. Sonra bəli, məhkəmə, hüquq, prokurorluq sistemində işləyərkən çox Allah günahı yazmasın, ölünün dalınca danışmazlar, çox əzzazil olması ilə bağlı hədsiz çox fikirlər var. Amma prezident seçki kampaniyasından rəisi özün tamam yeni adam kimi qoyurdu. Cəmaət əlinin üstündə gəzdirirdi. Sanki o haqqında sözləşilən, danışılan rəisi deyildi. Və yeri gəlmişkən rəisinin ikinci prezidenti idi. İndi vaxt qalsa onu izah eləyəcəm. Ehtiyat edirəm, biraz vaxtımız çatmıyor elə. Rəisi məsələsinə ötürü. Rəisi seçki kampaniyasında artıq cəmaatın sevimlisinə sevilir. Bunu ali rəhbərin ofisində bu ona qarşı qısqanclıq yaratdı.
Cəmaatın qabağını almaq olmayacaq. Onların düşüncəsinə görə. Əhalinin də sosial-iqtisadi problemi hədsiz çox idi. Rəisi ən kasıbın evinə, bir neçə dənə kasıbın evinə gedib rəis. Seçki kampaniyası dövründə. Nəticəsi nə oldu? Elə seçki kampaniyasının nəticəsi nə oldu? Rəisi 6 il komandasını təsdiq elətdirə bilmədi. Ali rəhbərin ofisindən parlamentə göstəriş verilirdi. Rəisinin təqdim elədiyi nazirə səs verilmirdi. 6 ay. Güya bu ali rəhbərin sevimlisidir. Amma xalqın sevimlisinə çevirmişdi ona görə. Rəisinin birinci düsturu ümumiyyətlə qonşularla, o cümlədən Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Və elə İrandan kənarda Azərbaycan prezidenti ilə səvinirsə 2 dəfə görüşdü də. Çox əla bəyanatları vardı, çox salamat münasibəti var idi. İnanın, məni Azərbaycan-Fars söhbətini qoyuram, qırağa, bu bizim söhbətə dəxli yoxdur. Mən ilə başa düşürəm, mənim ölkəmin prezidenti İlham Əliyev rəisə daha isti münasibətdə idi. Bəlkə də o istiliyin davamı deyildi, Pezeşkiyan üçündür. Eşidirsinizmi? Rəisi onun dalısınca Rusiya səfər elədi. Və Putinin danışıq manerasına görə danışıqlarda vaxt çox getdi. Namaz günorta fasiləsinə, namaz fasiləsi danışıqlara qaçıldı. Putin rəisinin qəfil ayağa qalxıb ki, mən namaz qılmalıyam. Putin əlavə heç bir söz deyə bilmədi. Kremldə ilk namaz qılan müsəlmandır. Hələ bunun titulların, prezident olmağın qoyuram, qırağa ilk müsəlmandır. Rus Kremlində, Kreml ümumiyyətlə Rus xristiyan dünyasında da, hətta Avropa ölkələrində də geniş anlayış, geniş istifadə olan anlayış. Yəni mən Rus Kremlin deyirəm. Dünyada, yəni o başqa şəhərlərdə də elə Kreml var Rusiyanın. Amma yəni hamı bilir ki, bu məşhur Kremldir də. İlk namazı qıldı. Bu rəisinin Tehranda hörmətini artırdı mı? Yox. Elə bildilər ki, Putinlə bunun arasında nəsə xüsusi münasibət var. Gəldi Tehrana. Tehrana qayıdandan sonra biraz keçmiş Putin sivariş göndərdi. Qəzza müharibəsi dövründə. Hücuma keçsin İsrailə. İran. Hücuma keçsin İsrailə. Durmuşam arxanda. İran neynədi? İran 2 gün, 3 gün deyək ki, qələbə, marş, musiqisi çaldırdı, sonra dayandırdı. Dedi, yox, biz İsrailə hücum eləməyəcəyik. Bir müddət də keçdi Putin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, bir də səhv eləmirəmsə, Səudi Ərəbistandan qaydanda artıq rəisiyə Moskvada görüş təyin olunmuşdu. Hətta Putin özü rəisi ilə görüşdə etiraf elədi ki, istədim bəyədən qaydanda Tehrana düşəm. Dedilər ki, yox, gecədir, yatarlar oyatmayaq. Eşidirsinizmi? Lap işi pisləşdirdi. Yenə İsrailə müharibə təklif verdi. Ali rəhbər inkar elədi. İmkan vermədi. Əvəzində rəisinin Putinlə tam dostluq obrazı şiddətləndi. Və belə adamı öldürməliydilər. Belə adamı öldürməliydilər. İndi niyə görə Azərbaycanın üstünə atırlar? Biz məsələyə dəfələrlə qayıtmışıq. Şəxsən mən qayıtmışam. Amma indi bu dəqiqə, yəni məsələyə mənim qayıtmağımın əsas səbəbi Əli Şamxanının verdiyi reaksiyadır. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, keçmiş katibi elan eləyirsə ki, ehtimaldır ki, rəisi helikopter Araz qırağı sahəyə, yəni Azərbaycanla sərhədə gedəndən sonra öldürür. Bu versiyanı istəsələmir. Bunun 2 təhlili var. Ya Əli Şamxani bu sözü deyən o biri İranlı ekspertlər, deputatlar kimi kütdü və kütdüyünə də fəxr eləyir Əli Şamxani. Ya da Əli Şamxani indinin özündə də ali rəhbərin müşaviridir. Demək, bunun sözünə ali rəhbərin ofisinin sözü kimi yanaşma. Ən azı. Demək, ofisdə də, ali rəhbərin ofisində məsələ müzakirə olunur. Bu deməkdir ki, İranın başından 1000 dənə problem İran onları qoyub qırağa.
Günü-gündən də problem sərtləşir. Elə acə siz Qəzzada Trump'ın İranla bağlı dediklərə fikir verin. Hamısı qəşəng sözlərdir, amma içində 3-4 dənə söz var idi. İran, Trump'ın elə niyyəti odur. Yəni İran belə ağır günündə Azərbaycanın əl çəkmir. Ermənistan arasından koridor gedəcək. Adı Trump koridorudur. İranda Trump koridoru sözü normal, bal kimi, yağ, bunların dərdinin dərmanıdır. Bu qaydada işlədirlər. Trump, Qasım Süleymanın ölüm əmrini verən şəxsdir, prezidentdir. Hələ onun yerinə gələn Kaanın da ölümü ilə bağlı xəbər yayılıb. O da xəbərin elə normal bir təksibi də yoxdur. Amma Zəngəzur koridorunu nətər deyirlər? Saxta Zəngəzur koridoru və yaxud dırnaq içərisində yazırlar. Azərbaycanla bağlı, müsəlmançılıqla bağlı ərazinin adını İran dırnaq içində yazır. Qasım Süleymanı öldürən kişinin adı olan koridoru İran böyük məmnuniyyətlə işlədir. İşləyirsinizmi? Yəni bu qədər İranın düşüncəsində dəyişiklik var. Biz də o şeyləri nəzərə alırıq, ona görə reaksiya veririk və bundan da sonra reaksiya verəcəyik. Əziz soydaşlar, sözümün canı odur ki, biz hamımız bilməliyik. Adicə bax elə bugünkü mövzu göstərdi. Bugünkü mövzunun mahiyyəti, yəni rəisinin öldürülməsinin ana fundamental səbəbi Araz-Qırağı hidroqovşağın açılması idi. Bu 70-ci illər, 69-cu ildə yenə deyirəm, Ulu Öndər hakimiyyətə gəlib, belə 71-ci ildə artıq bu layihəni təsdiq elətdirib, sonra da tikilib. Hər iki Azərbaycanın, bax siz orada Ərdəbildə, Təbrizdə, Ərdəbildə, Urmiyədə, ona görə bugün elə ciddi su qıtlığı hesab eləmirsiniz, hiss eləmirsiniz ki, həmin o layihənin hesabına da Urmiyədə quruyub. Siz köçməliydiniz oradan. İşte o layihənin hesabınadır. Rəisi də onun hesabını öldü. Çünki o layihə başa gəlməməli ki, siz Azərbaycanlar oradan qovsunlar. Və İran da erməniləri buradan gəldi, qızışdırdı üstümüzə, əhalimizi, ərazilərimizi boşaltdı. Nəysə, bu barədə biraz inşallah Allah fürsət verəcək. Gələn həftə danışaram. İnşallah Allahın köməyi ilə hamıza uğur arzulayıram, amma bizim içimizdə daxili bir inan var ki, siz hər şeyi bilirsiniz, hər şeyi görürsünüz və belə də işte sumka, çamadan çiyinizdə hər an, hər hansı bir işin dalınca getməyə hazırsınız. Amma ən yaxşısı pezeşkandır. Öz yerinizdə özün müstəqilliyinizi və iqtisadiyyatınızı gücləndirin, bizi də yanınızda bilin. Amma Araz Azad İqtisadi Zonanı, yəni tək Ərdəbildəkin yox, onu xeyli böyüdün. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, bu tərəfdən də Gilana qədər əlavə edin. Biz Allah qoysa bir dəfə məşğul olacağıq. Onda da türkləri də, rusları da, yeri gəlsə Avropalılar da inşallah investorlardan söhbət gedir, gətirəcəyik. Sağ salamat.